Herkese selamlar. Bugün 1998-ci il retro moddaki Azərbaycanla beraber bugün bir sezonu simülyasiya edəcəyi görə qrupumuzdan çıxmaq mümkün olacaq. Yoxsa yox qeydək ki, bu 1998-ci ildə olan Azərbaycan milli komandası və biz bugün bu komandanı simülyasiya edəcəyik. Videoya başlamamışdan əvvəl isə kanala abunə olub like atmağı da unutmayın. 1000 abunə olduğumuz zaman aranızdan bir nəfər seçib ona maç atlamanı pulsuz şəkildə onun üçün alacağım. İndi isə rəqiblərimiz hazırda bəlli olur. Hazırda milli komandasının rəqiblərə görə kimlər olacaq? Milli komandamız J qrupunda yer alacaq. Burada onlara rəqiblər siyasətində Türkiyə yığması da var. Rumıniya, Danimarka, Türkiyə və US yığmalı qarşılayacaq Azərbaycan milli komandası. İndi isə gəlin oyunlara start verək. Oyunlara başlamışdan əvvəl isə milli komandamızın heyəti gördüyünüz bu oyuncuların təşkil olunub. Çox qəşəng bir heyət var və ümid edirək ki, hər şey bizim üçün yaxşı olar deyə fikirləşirik. Və indi isə gəlin maçlarımıza simülyasiya etməyə başlayaq. Bəli, ilk turda Rumıniya ilə qarşılaşacağıq. Rumuniyaya qarşı çətin bir oyun bizi bir şübhəli gözləmiş olacaqdı. Və ilk oyun Rumıniya ilə evdəki maçda 0-0 hesablı bərabərliyə razılaşdıq. Hazırda qrupda bir xalımız var, ikinciyik. Görə ilk iki içərisində girməmiz mümkün olacaq. Yoxsa yox, dəmiz qeydək ki, 2000-ci ildə Belçikada keçirilən Avropa çempionatında iştirak etməkdir. İkinci turda Danimarkaya 2-0 hesabı ilə uduzduq. Üçüncü tura keçmişdən əvvəl isə US ilə qeydək ki, qarşılaşacağıq. US ilə qarşılamaya start verəcəyik. Qapıcımız təəssüf ki, iki oyuncumuzun da qırmızı kart limitləri var. Ona görə bu oyunda iştirak etdikləri arasında yer almırlar. US-ə qarşı oyunda bir ki də çox çətin oldu bizim üçün və 2-0 hesablı məğlubiyyətlə üzləşirik. Hələ ki, bir xalla qrupda sonuncuyuq. Növbəti tur Türkiyə yığması ilə qarşılaşdıq və bu milli qarşı oyunda səfərdəki maçda 4-2, 5-2 hesab uduzuruq və bu məğlubiyyət bizi biraz işimizi qrupda şübhəsiz ki, çətin vəziyyətə salır. Növbəti tur isə Rumıniya ilə qarşılaşdıq. Rumuniyaya qarşı maçımızda səfərdəki oyunda 2-0 hesablı bir məğlubiyyətlə üzləşirik. Hələ də qələbə üzrə həzər qalmış qeydək ki, növbəti maça keçdiyimiz zaman əlbəttə rəqibimiz isə Danimarka yığmasıdır. Danimarkaya qarşı oyunda Azərbaycan yığması yenə rəqibinə 3-0 hesabı ilə məğlubiyyətlə üzləşmiş olur. Paşayev qeydək ki, kart cəzası alır və son olaraq US-ə qarşı oyunda Vəli Qasımovun atdığı qol sayəsində ilk qələbəmizi US qarşısında almış oluruq. 4 xalımız var və son tur Türkiyə ilə evdə qarşılaşdıq və evdəki oyunda bu milli komanda ilə qarşımada təəssüf ki, Okan Buruk'un atdığı qol uduzduq və Türkiyə millisini uduzduqdan sonra Azərbaycan millisi 1999-cu ildə qrupunu 4 xalla sonuncu olaraq bitirmiş olur. Bu şekilde artık biz bu kariyerin sonuna gelmiş olduğu bile videolara eğer hoşunuz gelirse videolara like atmayı da unutmayın. Növbəti bölümlərdə görüşmək ümidiyle hələlik sağ olun.